Salam aleykum, hamını yeni videodan salamlayıram. Bu günləri videonun başlığından da gördüyünüz kimi Lənkərana gedib gəlməyimizi videoya çəkəcəm. Demək neçə kilometraj oldu və nə qədər yanacaq sərfiyyatımız oldu. Bu dəfə sadəcə olaraq biraz fərqli olacaq video. Niyə? Çünki kanalımızda Şahdağdır, Qəbələdir, Şəkidir. Bunların gedib gəlmə videolarını çəkmişəm. Qəbələyə həm köhnə yolla, həm təzə yolla, həmçində Şəkiyə. Həm qışda, həm yayda kondisionerli, kondisionersiz fərqi yoxdur. Bunların hamısını çəkmişəm, amma videoların altında bir neçə dəfə gördüm bu rəyləri. O yüzden bu video biraz fərqli olacaq. Nə cəhətdən? Tripimizi hələ ki yeniləməyəcək. Niyə? Çünki gördüyünüz kimi hal-hazırda şarjla hərəkət edirəm. Evdə qoyduğum şarjla hərəkət edirəm. Şarj bitdikdən sonra mən tripi yeniləyəcəm. İndi daxil olaq yanacaq doldurma məntəqəsinə. Düzdür, qətiyyən buna protivəm. Nəyə? Yanacaq doldurma məntəqələrində polnu bak əldə yəni tam dolum. Buna qarşıyam. Niyə? Çünki nə bilim mən, yəni mənim qarşılaşdığım budur ki, tutaq ki də maşının yanacaq səni 40 litr tutursa, məsələn deyirəm. Necəsə olur, bunlarda 45 litrdə onun içərisinə gedir. Gördüyünüz kimi bakımızda təxminən bir 15 manatlıq benzin var. 285 km göstərir. Və bildiyiniz kimi mən 95-dən istifadə edirəm. İndi onlu bak 95 dedim. Tapanca atana qədər dolduracağıq və gedəcəyik inşallah Lənkərana. Və qaydanda da indi ya yadımdan çıxmasa inşallah. Demək bu Lökbatan kruquna çatmamış yolun sağında Lukoil olmalıdır, səhv eləmirəmsə. Bir dənə Aspetrol var, düzdür. Ona qədər də Lukoil olmalıdır. Və yaxud da elə bunun paralelində. Demək bu yoldadır, yoxsa bu yolda bilmirəm, Lukoil var. Ora daxil olub təzədən polnu bak eləyəcəm və baxaraq görək nə qədər yanacağımız getdi. Belə indi polnu bak olsun, görək neçə manatlıq gedir. Və budur, gördüyünüz kimi atıb, amma biraz da əlavə elədi. Tam məbləğ 50 manat oldu, 31.25 litr getdi. Demək, gəlin belə eləyək də, tripimizi yeniləyək. Gördüyünüz kimi trip, əgər görsənsə burada, trip hamımız yeniləndi. Ümumi probegimizi də göstərim sizə. 77.205. Burada da görə bilərsiniz, 77.205. Daha sonra demək, burada baxırıq 1566 litrdir indiyənə qədər. İndi bu videoda nəyi göstərməyə çalışacağım və polnu bakdan 1125'dir bizə göstərdiyi. Demək, indi keçirdək bunu hibrid rejimə. Motorumuzu biraz işə salaq. Yəni şarjla hərəkət eləməyəcək. Keçirdik hibrid rejiminə, bir 10 saniyə gözləyək. Belə kondisionerimiz yanır 24 dərəcədə. Sonra nə qaldı? Heç bir şey, yola çıxırıq. Və bu arada onu da deyim ki, bütün yolu avto rejimdə və soft settingsdə 70'də qalacaq. İndi hər özünə görə bir bu sürüş rejimi tərzi seçə bilər.
Bu mənim seçimimdir və kanalda ayrıca olaraq da demək bu rejimlərlə bağlı bir video var. Mənim sürüş tərzimdə bax aşağı yuxarı belədir bütün rayonlar üçün, bütün düz yollar üçün. Bildiyiniz kimi yəni sürət bizdə çox qalxıb düşür. Əksər hallarda da bu 90-110 arasında qalxıb düşür deyə orta bir sürət seçirəm və üstə gəldə ki bu sürət bilənlər bilir. Demək olar ki bir çox avtomobillər üçün ən optimal sürətdə hansında ki maşın daha az yanacaq sərf edir. Bu maşınların göstəriciləri haqqında deyəndə yəqin ki görmüsünüz də deyir məsələn şəhər daxili yanacaq sərfiyyatı məsələn 10 litr, şəhər kənarı 8 litr. Yəni aşağı yuxarı demək olar ki bu nəzərdə tutulubdur. Yəni 8 litr bu sürətlə nəzərdə tutulur. Və maşın bu sürətlə olanda avto rejimdə qoyanda özü təyin edir ki, mən hal-hazırda bax görürsüz, həm motor çalışır, həm akkumulyator çalışır. Özü təyin edir ki, yəni ikisi bir yerdə çalışsın, yoxsa tək motor çalışsın, yoxsa motor bax bu halda həm də batareyaları şarj eləsin. Yəni bir müddətdə olacaq, sonra elə eyni sürətdə bir də görsən ki, motor söndü və keçdi akkumulyatora. Yəni bunu doldurur. Daha sonra başlayır tam olaraq akkumulyatorla. Bax görürsüz indi. Və yenə də başqa bir rejimə keçdi. Motor muftasız qoşulmuyor. Bax indi tam elektrikə keçdi. Yəni danışa-danışa elə maşında özü sağ olsun göstərir. Demək olar ki bütün rejimlər yenə də eyni sürətdə 96 gördüyünüz kimi. Və maşın akkumulyatorun hesabını hərəkət edir. Belə yol boyu da demək olar ki bu sürətlə elə hərəkət eləyəcəm. İndi sözsüz bəzi yerlərdə müəyyən artımlar olur. Nəyisə keçmək istəyəndə falan 100, 110, 120-yə də qalxır. Amma əksər hallarda və görürsünüz məsələn indi qalxdı 110-a təzədən qoyuram avtopilota. Çünki hərəkətə uyğun da. Bəzən də düzdür, yəni 80-də 70-ə də salmaq olur. Hətta bu yolda da 2 yerdə, hətta indi artırıblar 3 yerdə 70 sürəti var. O yüzden belə demək enerji listə burada yanacaq sərfiyyatımızı göstərdi. İndi bu dəfə nə olacaq? Həm kompüterin belə deyək, ekranda, planşetdə yazılan yanacaq sərfiyyatdan baxacaq və Lukoil'a girib orada yenidən polnu bak eləyəcək və baxacaq ki belə bu halda nə qədər yanacaq və aralarındakı fərq varmı yoxsa yoxmu, yəni pamex nə qədərdir, yəni tutaq ki burada göstərirsə 10 litr, baxarıq görək YDM bizə nə deyir, yanacaq doldurma məntəqəsi bizə nə qədər deyir. Mən niyəsə daha çox maşına güvənirəm, nəinki yanacaq doldurma məntəqəsinə. Çünki elə bu axırıncı dəfə burada iminlə bu yanacaq doldurma məntəqəsində mən Panoramanın vaxtında, yəni 1 il, bəlkə də 2 il bundan qabaq axırıncı dəfə o səhv elədim. O da budur, mən tam bak eləmirəm. Özüm məsələn ekrana baxıram və bilirəm ki, tutaq ki mənə 40 manatlıq və yaxud da 50 manatlıq lazımdırsa onu da deyirəm, əlavə eləyirlər. Aşağı yuxarı polnu baka yaxın bir şey olur. Yəni demək olar ki, ya 950 ya 1000, 1050 bu civarda bir şey yazır. Yəni öyrəşsəz, maşınınızı yaxşı tanısaz, siz də biləcəksiniz ki, təxminən neçə litr əlavə etmək lazımdır və yaxud da manatla biləcəksiniz artıq. Belə yolumuza başlayaq. Gedib gəlmə kilometrajımıza sonda baxacağıq. İzləmədə qalın. Təxminən yolun yarısındayıq. 102 kilometr gördüyünüz kimi. Gəlmişik, Salyan ərazisindəyik.
Yanacaq sərfiyyatı buyurun baxın, hal-hazırda 4.8'dir. Arada qalxır 5'ə, arada düşür 4.7'yə falan. Şarjımız da gördüğünüz kimi əksər hallarda yığır. Bəzən biraz motor fasilə verir və tam elektrik rejiminə keçir. Belə özü üçün bir hədiyyədir. Fırlanır avto rejimdə. Özünü tənzimləyir. Təxmin elə bir bu qədər də yolumuz qalıb. Çataq Lənkərana. Yolun yarısında da təxminən göstərəcəm ki, bir tərəfə nə qədər yanacaq sərf elədi. Hal-hazırda səhv eləmirəmsə 5 litr artıq istifadə edib. 1566 idi səhv eləmirəmsə, indi videonu dayandırıb baxaram. 5.2 sərf eləyib 104 kilometr yola. Aman nəzərə alın ki, bu şarjı da yəni akkumulyator boşalan vaxtda amma yanacaq sərfiyyatı düşəcək. Yəni kilometraj çox olacaq, yanacaq sərfiyyatı təxminən yenə də 100'ə 4.5'ə falan gəlib çıxacaq məncə. Görək maşın özünü necə aparır. Demək yol boyu demək olar ki, bu şarj faizi düşmədi. Düşdü, biraz düşdü, qalxdı, düşdü, qalxdı. Çox da şarjla hərəkət eləyə bilmədi. Ona görə də elə minimal düşdü. Deməli neçə faiz oldu səhv eləmirəmsə. Belə artıq Lənkərana giriş hissəsidir. Yanacaq doldurma məntəqəsindən bura kimi məsafəmiz oldu 220. Əlbəttə ki, indi şəhər içi də sürəcək və Bakıya da qayıdacaq. İndi summarını axırda göstərəcəm. Gördüyünüz kimi akkumulyatordan istifadə edir maşınımız. Amma mən tam elektrik EV rejiminə keçirməyəcəm, elə hibrid rejimdə də davam edəcəm. Yenə də özü bilər hansından istifadə eləyər. Amma kiçik sürətlərdə və şəhər içi hərəkət zamanı 90% hallarda maşın şarjdan istifadə eləyir. Belə bir eksperiment də başıma girib, bəlkə onu elədim. O da nədir? Mən Lənkəranda da elə istəyirəm polnu bak elətdirəm. Burada da Lukoil var. Bura qədər olan görəsən düz göstərdim yoxsa yox, onu yoxlayım və yenidən dediyimiz kimi qayıdım Bakıda yoxlayım. İndi onu fikirləşirəm. İndi hər halda burada eləyəsi olsam sizə çəkib paylaşacağım. Bu arada yaddan çıxdı sizə göstərim. Təxminən 220 dediyim kimi kilometraj getdi və bort kompüterin dediyinə görə, yəni bu 1576.8, yəni 224 kilometr yola təxminən 10.8 litr istifadə elədi dediyinə görə. İndi ona görə də istəyirəm ki, bunu elə birinci yoxlayım və ikinci dəfə də indi Bakıya da qaydanda ikincini də Bakıda yoxlayaq. Görək ki, düz deyir yoxsa yox. Demək, Lənkərandan çıxmışıq artıq. Salyan postunda indicə keçdim. Və burada gördüyünüz kimi avto rejimdə maşın özü təxminən 70%'ə qədər gəlib qalxmışdı. İndi hal-hazırda 67%'dir. Yanacaq sərfiyyatımızı 4.3 olaraq göstərir hal-hazırda. İndi ola bilsin bunu istifadə eləsin, ola bilsin yenə də Bakıdan üzü Lənkərana getdiyim
kimi, yəni ara bir azmaz keçsin elektrik rejiminə. Elektrik rejiminə deməzdim, yəni akkumulyatordan təkcə hərəkət eləsin. Daxili yanma mühərriki sönsün. Ola bilər ki, elə şəhərin içinə çatana qədər elə 70-də qalsın. Şəhərin için biz akkumulyatorun hesabına gedək. Hal-hazırdakı sərfiyyatımız 1585-dir. Təxminən bizim nə qədər yolumuz qalıb evə qədər? Təxminən yolumuz qalıb evə qədər 111 kilometr. Amma biz ora çatmadan təxminən bir 20-25 kilometr bundan qabaq olacaq yəqin ki. Çünki mən şəhərin çıxacağını da hesablamışdım. Yəni hardasa Lökbatan tərəfdən, Qaradağ, Sədərəy tərəfdən belə deyək. Elə onunla paralel də yolun o buru üzündə, üzü şəhər istiqamətinə gedəndə, nə bilim Şamaxınka, hara deyim sizə. Orada yolun sağ tərəfində Lukoyla daxil olub, yenidən demək polnu bak eləyəcək. Burada da göstərdiyi göstərici 555'dir. Tam dolumda 1125 göstərirdi bizə. Hal-hazırda 555 qalıb. Yenə də sizin istəklərinizi nəzərə alaraq, yəni bir çoxları rəylərdə yazırdı, hətta biri rus dilində yazmışdı. Mən xanım profilinə yazmışdı. Xanım olduğum bilmirəm dəqiq. O yazmışdı, ona da söz vermişdim ki, tamam, siz dediyiniz kimi. Çünki mən ötən vloglarda dediyim kimi buradakı göstərici ilə gedib gəlmə, məsələn Şəkiyə gedib gələndən sonra planşetdə göstərilən göstərici ilə ölçüb sizə dedim ki, gedib gəlməyə 22,5 litr yandırdı. Aldığında bir çox adam narazılıq elədi. Dedi ki, əslində düzgün metod deyil, bundan yoxlama falan bəzməkən. Dedim, okey, olsun. Bu dəfə polnu bakla yoxlayaraq görək nə göstərir. Və budur, gözlənilən alıb gəldi. Daxil olduq Lukoyla, buradan üzü yeni Yasamalı gedən yoldur. Və beləliklə bizdə nə var? Tripamız gördüyünüz kimi 499,2 kilometr. Elə göstəricimiz də yaxşı oldu ki 500 kilometr və burada rahat onu göstəricini 5'ə bölüb nəticəni əldə eləyəcək. Demək 1566 idi. Polnu bak eləyəsən 95, ödənişdə kartla. Kart, Yellow'da. Yellow. Bəli. Baxmaq əldən o gündə. Demək, indi burada 22,4 litr yanacaq getməlidir. Bu arada yanacaq doldurma məntəqələrinə çatdıqda BYD avtomobillərində ən çox rast gəlinən problemlərdən biridir. Yanacağı sonra vururlar, sonra deyirlər ki, göstərmir. Heç də bunun üçün çox sadəcə maşını söndürmək lazımdır. Litrajımız gedir 18. Demək 24 litrdə atdı. İndi əlavəsini vurur buradakı məbləğ 40 manat olaraq tamamlansın. Demək buyurun baxın 1125 yenə də polnu bakka kimi qaldırdıq. 27 kilometr yenə də şarjımız yox idi əslində. Lənkərandan çıxanda yol boyu şarj da yığdı. Hal-hazırda gördüyünüz kimi 56% şarjımız da var. Yəni biz bunu mən buradan evə kimi demək olar ki, buradan neçə kilometr qalıb evə. Evə qədər də bunu hələ bu şarjla sürəcəm. Yəni yanacaq sərfiyyatımız 21 kilometr rahat. Bunu evə qədər indi EV rejiminə atıb qoyacağım. Gəlin indi ümumiləşdirək.
İndi bilmirəm, baxın 22.4 litr buradan göstərirdi. Gördüyünüz kimi polnu bak. Hərədə bir cür atır. Düzdür, yatma vaxtı eyni də, amma bayaqları biraz az əlavə elədilər. Burada indi tam olaraq 1 litr. Hələ tapanca atandan sonra 1 litr tam olaraq əlavə elədilər. Polnu bakla ona görə də tam ölçmək olmur, amma heç inanmıram, heç inandırıcı deyil yazan kommentlərdə görə bilərsiniz ki, yəni burada təxminən litr yarım fərq eləyər ya eləməz. Yenə də mən bura daha çox inamım var, nəinki orada atan tapancaya. Bilmirəm, indi baxa bilərsiniz də, yəni 100-ə demək, gəlin belə deyək də 500 kilometr sürdüm və mənim hal-hazırda 25 litr yanacağım getdi, gördüyünüz kimi. Bunda o deməkdir ki, 100 kilometrə tam olaraq rovna 5 litr yanacaq gedir. Amma fərq nədir? İndi mən hal-hazırda bunu hələ bir 20 neçə kilometrdə sürəcəm və yanacaq sərfiyyatı azalacaq. Bu da təxminən gəlib çıxacaq 4.6, 4.7-yə qədər də gəlib çıxacaq. Çünki hələ bu mənə şarj da verib. Gördüyünüz kimi 56%-dən mənə şarj verib. Belə, Lənkəranə gedib gəlməyimiz 500 kilometr, amma dediyim kimi mən bunu Lökbatandan ölçdüm və Lənkəranın içərisində də mən əlavə olaraq sürmüşəm və bəzi yerlərdə heç maşını söndürməmişəm, maşın xodda vəziyyətdə də qalıb. Təxmini yuvarlaq sizə çəkib göstərmək istədim, yəni yox, bunlar heç yalandan orada nə bilim 4.5 göstərir, hamısı yalan söhbətdir. Sən bunu zapravkada çək göstər. Buyurun, çəkdim, göstərdim. Yenə də qərar sizindir. Rəylərdə yazarsınız, həm BYD sürənlər ki, sizdə polnu bakla ölçüb əmin olmusunuz bunun yanacaq sərfiyyatı nə qədərdir. Və kim ki BYD sürmür, amma bu formada mənim yoxlamağımı istəyirdisə, yoxladım, göstərdim. Zəhmət olmasa əməyimizin müqabilində olsa bir like qoyun və mənfi və yaxud da müsbət fərqi yoxdur. Fikrinizi yenə də bildirə bilərsiniz. Fikir bildirməkdə hamı azaddır. Fikirlərinizi bildirin, görək nə düşünürsünüz? Yanacaq sərfiyyatı necədir BYD-də? Bu videodansa bu qədər. Özünüzə yaxşı baxın. İnşallah gələn videolarda səslənərik və BYD haqqında nə suallarınız varsa buyurub verə bilərsiniz və növbəti videolarda nə haqqında video çəkməmi istəyirsinizsə buyurun yazın. Bacardıqca, vaxt olduqca inşallah ki çəkib paylaşacağım. Özünüzə yaxşı baxın. Sağ olun.